Dodağın təsvir olunmasının sadə qaydası. Dodaq təsvir etmək üçün biz birinci növbədə təsvir edirik kiçik bir kürə. Bu kürənin altında həmin diametrə malik 2 dənə də kürə. Daha sonrasında bu 3 kürə əmələ gətirir bizim dodağın mərkəz hissəsini, ortasını. Nəyə fikir vermək lazımdır? Dodağı biz təsvir etdiyimiz zaman dodağın kənar hissələri dodağın mərkəzinə nisbətdə daha aşağıda yerləşməlidir. Daha sonrasında biz əlavə edirik filtr ərazisini. Dodağın aşağısını isə təsvir edəndə sadəcə olaraq bir yarım dairə bir xətt vasitəsilə təsvir edib, heç vaxt dodağın bu kənarlarını bir-birinə birləşdirmirik. Çünki bu müstəvi ilə digər müstəvinin arasında demək olar ki, heç bir qırılma baş vermir.